Gör kimler gelip. Gör kimler gelip. Allah kabul etsin. Gör kimler gelip. Canım var. Bizim aile dostumuz. Azerbaycan şöhretli. Nətərsiniz? Bizim aile dostumuz. Azerbaycan şöhretli jurnalistimiz. Kanal 21'in baş direktörü. Təsisçisi Fərət müəllim. Zahid əmi, Fərət müəllim. Ağarsan? Ne şükür. Görüşdük də. Ha. Allah qəbul eləsin. Kərəm əmi. Bayramınız mübarek olsun. Sağ ol, sağ ol. Təbrik edirik. Kəsirən qurbanlar inşallah. Bizim değerli aile dostumuz, kardeşimiz, fəxrimiz. Allah kömək Benim olsun. kanalımda qeydiyyatdan keçəndə bizim de kanalımızın qeydiyyata alınmasında bana çok böyük misilsiz kömək olan, dəstək verən Azərbaycan şöhrətli jurnalistimiz, Kanal 21'in direktoru, təsisçisi Fərət müəllim. Ləmbəran kəndinə xoş gəlmisiniz. Çox sağ olun, Adı minnətdaram. dillər əzbər olan Kərəm əminin həyətindən, Xeyrətçi Buğar Süleymanovun, Ana Süleymanovun həyətindən sizi salamlayırıq və adı dəftərdə siyahıda keçən 2000 nəfər xeyrətimizin adından. Təşəkkür edirəm, minnətdaram. Mən həqiqətən bu Bərdə rayon Ləmbərən kəndinə özüm tutdum, eləmi? Bura gəlməkdə həqiqətən özümə fəxr bilirəm. Allah bu kənd sakinlərin canını sağ eləsin. Hər birinə təşəkkürümü bildirirəm. Mən Baxşeş müəllim, sizi izləyirəm. Həqiqətən çox gözəl işlərlə məşğul olursunuz. Aparılan bütün çəkilişlərin hər birini diqqətlə izləyirəm. Əsas da Allah ölənlərin hamısına rəhmət eləsin. Başda şəhidlərimiz olmaqla Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi var eləsin. Allah prezidentimizi qorusun. Amin. Allah üstünçü bayrağımızı daim zirvələrdə eləsin. Sən gördüyün həqiqətən bu işlər bu günlərin bəlkə də kimlər tərəfindənsə bəyənilməyə bilər. Yəni bu gələcək üçün sənin bugünkü gündə atdığın addımlar, eləcə də sənə dəstək olan bu xeyriyyəçi şəxslər ki var, mən elə onlara da öz adımızdan, yəni kollektivimiz adından təşəkkürümü bildirirəm. Bəli, Kanal 21 adından da təşəkkürümü bildirirəm ki, bax belə gözəl kəndimizin yollarının genişlənməsi, eyni zamanda bəli, işıqlandırılması sənin üzərinə düşür təbii ki. Və qəbirstanlıqda Allah yenə deyirəm, ruhları şad olsun. Hər birimizin axırı, sonu oradır. Qəbirstanlıqda aparılan abadlıq işləri nəticəsində çox sağ olun deyirəm. Bax, elə bu kənd sakinlərinə və sizə dəstək olan hər bir kəsə. Bu gün də Qurban Bayramıdır. Qurban Bayramı, Ramazan Bayramı münasibəti ilə, üzr istəyirəm, Qurban Bayramı münasibəti ilə mən bütün Azərbaycan xalqını təbrik edirəm. Eyni zamanda Bərdədə olduğuma görə, Ləmbəranda olduğuma görə elə buradan elə Ləmbərən kənd sakinlərinin hər birini təbrik edirəm. Kəsilən qurbanların inşallah hər biri necə deyərlər, niyyəti nədirsə qəbul olsun. Təşəkkür edirəm Baxşeş müəllim. Mən sizə çox istəyirəm. Elə bir Əhmədət əmi də bildi ki, kəndə gəlirsiniz. Dedi ki, mən başda olmaqla bütün xeyriyyətçilər adından Fərət müəllimə deyirəm ki, Ləmbəran kəndimizə xoş gəlirsiniz, səfa gətirmisiniz. Allah kömək olsun. Mədət əmin də elə buradan salamlayıram. Gözəl ağsaqqaldır. Minnətdaram. Qardaşa da təşəkkürümü bildirirəm. Və eyni zamanda o bütün ağsaqqallara, kənd ağsaqqallarına minnətdarımı bildirirəm. Siz də sağ olun, var olun. Qardaş, sağ olun. Təşəkkür edirəm hər birinizə. Fərət müəllim, mən sizə xüsusi təşəkkürümü bildirirəm kanalımızın adından və Ləmbəran cəmiyyəti adından. Siz bütün maneələrə baxmayaraq həmişə kasıbın, yetimin, yesirin, imkansızın və darda qalan yanında olmursunuz. Axıra kimi də qanun çərçivəsində dövlətçilik naminə, millət naminə, xalq naminə konstitusiyamız yaşasın deyin, dövlət maraqlarımız yaşasın deyin, həmişə qanunlarımız şah olsun deyin, həmişə çalışmışsınız.